Salam, 8-ci sinif bugünkü mövzumuz olacaqdır. İkinci hissədən 6.6 insanın yaş dövrləri. Bildiyiniz kimi hamımız fərqli mərhələlərlə böyüyürük və bu böyümə ərzində müxtəlif orqanizm dəyişikliklər qazanır. Belə ki, körpə, uşaq, yeniyetmə, nəhayət yaşlı bir insan oluruq. Burada soruşulur, sizcə insanın yaş dövrləri onun böyümə və inkişafına necə təsir göstərir? Bu təsvirə baxsaq, bunu görərik ki, ilkin yaş dövrü, sonradan inkişaf etmə, nəhayət orqanizmin tam formalaşması, ondan sonra isə nəhayət maddələr mübadiləsində baş verən zəifləmə və get-gedə yaşlanmağa doğru olan dövrün təsviri verilmişdir. İnsan yaşlandıqca onun fiziki və əqli inkişafı necə dəyişir? Bildiyiniz kimi, fiziki inkişafa gəlincə, əvvəlki əzələ gücü əvvəlki səviyyədə qalmır, skeletində müxtəlif qüsurlar yarana bilir və s. Deməli, belə xüsusiyyətlərlə biruzə verilir. Bildiyiniz kimi, hər bir fərdin inkişaf prosesi 2 mərhələ ilə xarakterizə olunur. Bu mərhələlərdən biri ilkin mərhələ, hansı ki, ana bətnində olan dövrdür. Ondan sonraki isə ana bətnindən sonra, anadan olandan sonra ömrün axırına qədər olan dövrü əhatə edir. Əvvəllər biz bunu embrional və postembrional dövr kimi başa düşürdük. İndi isə deməli, embrional dövr ana bətnində olan müddət başa düşülür ki, hansı ki, bu doğulana qədər olan müddət kimi də nəzərdə tutula bilər. Bundan sonra isə digər mərhələ, yəni anadan olandan sonraki postembrional dövr isə deməli, doğulandan ölənə qədər olan mərhələ kimi nəzərdə tutulur ki, bu zaman müxtəlif yaş dövrləri keçirilir ki, hər yaş dövrünün özünə məxsus xüsusiyyətləri olur. Bu, insan morfoloji, funksional təkmilləşmələr əldə edir ki, bunların yeni funksiyaların formalaşmasının əsası deməli, müxtəlif strukturların yaranmasına və dəyişikliklərə səbəb olur. Fəaliyyətə baxaq, burada yaşın artması səbəbindən maddələr mübadiləsinin və sümük toxumasının dəyişilməsi qrafik ifadədə verilibdir. Burada qrafik ifadədə dəyişikliklər göstərilibdir faizdən, həm sümüyün sıxlığı, həm də metabolizmin sürəti qrafik olaraq təsvirdə göstərilibdir. Bu isə aşağıda müxtəlif yaş dövrlərində bu proseslərin gedişatı qrafik ifadəyə baxsaq, aydın şəkildə görünmüş olur. Müzakirə edin. Bu dəyişikliklərin səbəbi nədir? Bax, gördüyünüz kimi 20 yaşda sümüyün sıxlığı 100%, metabolizmin sürəti 100% göstərilibdir. Amma yaş artdıqca, 20 yaşdan keçdikcə, 30 yaşa doğru getdikcə sümüyün sıxlığı təqribən 5% azalır. Bax, burada gördüyünüz kimi, həmçinin də maddələr mübadiləsi, biz ona metabolizm də deyirik, sürətində 5% azalma müşahidə olunur. Bax, burada 90%-dir, 100%-dən 90%-in arası, bax, burada təqribən 95%. Deməli, 20 yaşdan 30 yaşa getdikcə, bu proseslər 5% azalır. Sonraki dövrdə sümük toxumasında yenə də seyrəkləşmə baş verir, hansı ki, 40 yaşında, bax, gördüyünüz kimi, burada 40 yaş təsvir olunubdur. Maddələr mübadiləsi də haradasa 85%-ə düşmüş olur, bax, burada gördüyünüz kimi. Bundan sonra isə yaş artdıqca, 50 yaşda, 60-70 yaşda fikir versəz, həm sümüyün sıxlığı azalmağa başlayır, həm də maddələr mübadiləsi gördüyünüz kimi 70 yaşda deməli, haradasa 50% bərabər olur. Yəni, o qədər nə dəyişilmə baş verir və beləliklə belə nəticəyə gəlir ki, maddələr mübadiləsi zəifləyir. Maddələr mübadiləsi zəiflədikcə, sümük toxumasında da deməli, sıxlığın azalması müşahidə olunur. Qeyd elədik ki, doğuşdan sonraki mərhələlər mövcuddur. Bu mərhələlər adətən ilk 4 həftə
yeni doğulma dövrü hesab olunur. Bax, burada da verildiyi kimi. Ondan sonra 1 yaşına qədər südəmər dövr adlanır. Südəmər dövr uşaq ana südü ilə bəslənir. Bildiyiniz kimi, ana südünün tərkibində yağlardır, karbohidratlar, mineral duzlar, vitaminlər, hormonlar, anticismlər olur. Ana südü ilə bəslənən uşaqların immuniteti xüsusilə güclü olur. Uşaq minimum 5 aya qədər ana südü əmməlidir. Sonra ilkin uşaqlıq devri hardasa 1 yaşdan 3 yaşa qədər davam edir. Bu müddətdə uşaq yeriməyə başlayır, ilkin nitq onda inkişaf etməyə başlayır, sinir sistemi sürətlə inkişaf edir və s. Bundan başqa 3 yaşından 6 yaşına qədər olan müddət, bax, bu təsvirdə də göstərilibdir. Məktəbə qədər dövr hesab olunur ki, düşünmə bacarığının inkişafı sürətlənir, uşaqlar çoxlu sual verir, hətta bu mərhələni suallar mərhələsi də adlandırırlar, sosial bacarıqların təməli qoyulur və s. Sonra ibtidai məktəb dövrü gəlir ki, bu da 6 yaşından 11 yaşına qədər davam etmə müddətidir. Davamlı boy atma, əzəllərin və sümüklərin böyüməsi baş verir ki, uşaq idman dərnəklərində iştirak etməyə başlayır, yazmaq, oxumaq, konstruktiv düşünmə, problemlərin həll bacarıqları bunlarda inkişaf etmiş olur. Bundan başqa, yeniyetməlik dövrü 11 yaşından 16 yaş mərhələsini dövrünü əhatə edir ki, bu dövrdə bildiyiniz kimi həm də cinsi yetişkənlik dövrü hesab oluna bilər. Odur ki, burada həm oğlanlarda, həm qızlarda ikinci cinsi əlamətlərin üzə çıxması müşahidə olunur, boy artımı sürətlənir, səsin dəyişilməsi, üzün və bədənin formalaşması, süd vəzlərinin inkişafı, sinir sisteminin oyanıqlığı, yuxunun pozulması bu kimi hallarla müşahidə olunur. Mühakimə, tənqidi düşünmə bacarıqları inkişaf edir, xarakter formalaşmış olur. Sonra isə gənclik dövrü gəlir, 17-21 yaş arasında olan dövrdür. Bu zaman orqanizm anatomik, fizioloji cəhətdən sürətlə inkişaf edir. Yeniyetməlik dövründə müşahidə olunan qeyri-mütənasib inkişaf normal hala düşür. Boy artımı səngiyir, əzələnin gücü qüvvətlənir. Deməli, gənclik şəxsiyyətin əsas keyfiyyətlərinin formalaşdığı və ictimai fəallığın artdığı bir dövrdür. Bu zaman müstəqillik meylləri də baş qaldırmış olur. Yetkinlik dövrünə gəlincə 22-60 yaş arasında olan dövrü əhatə edir. İnsanın cinsi və fiziki inkişafının formalaşmasının tamamlandığı dövr hesab olunur. Bu dövr həm də çoxalma qabiliyyətinə malik olan fərdlərin olması göstərir. Yəni, cinsi artım dövrü də ola bilər. Bədəndə fiziki və hormonal səviyyədə dəyişikliklər çoxalır. Bəzən bu görürsən ki, pi toxumasının artmasına, əzələrin gücünün azalmağına səbəb ola bilər. Bundan başqa isə ahıllıq dövrü gəlir. 61-74 yaş arası dövrü əhatə edir. Bu zaman fiziki gücün azalması müxtəlif orqanlar sistemində tədricən zəifləmə ilə xarakterizə olunur. Sümük zədələnmələri, xəstəlikləri, məsələn, osteoporoz sümüklərdə olan xəstəlik yarana bilər və yaxud da ki, bildiyiniz kimi ahıllıq dövründə hormonal tənzimləmədə də azalma müşahidə olunur. Testosteron, estrogenin səviyyəsi kəskin şəkildə azaldığına görə orqanizmdə müxtəlif dəyişikliklər yaranır və yaxud yaddaşda qısa müddətli azalma müşahidə oluna bilər, amma hələ təcrübə və biliklər yüksək səviyyədə qala bilər. Bundan sonra isə qocalıq dövrü gəlir. 75 yaşdan yuxarı hesab olunur bu dövr. Bu dövrdə orqanların funksiyaları daha da zəifləyir. Fərdi inkişafı bioloji ölümlə başa çatır. Beləliklə, biz insan orqanizminin həm bətin daxili inkişafı haqqında məlumat əldə etmiş olduq, həm də doğulandan sonra ölənə qədər müddət hansı mərhələlərə ayrılır, onu ilə tanış olmuş olduq. Öyrəndiklərinizi tətbiq edin. Növbəti dərsimizdə sağ olun. Bu qədər.